وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'deh. Amma ba'd. Qardaşımız soruşur ki, Ramazan ayında görür ki, uşaqlar da oruç tutmağa cəhd edirlər və uşağın oruç tutması, hansı ki, həddi buluğa ələ çatmayıb və bəzən görürsən, yarısında açmaq istəyirlər. Qardaşın verdiyi sualda gözəl bir sualdır, gözəl bir məsələdir, möhtərəm qardaşlar. Ümumən, Allah Resulü sallallahu aleyhi və səlləm hər zaman tövsiyə edərdi uşaqlara ki, onları 7 yaşına kimi artıq onu 7 yaşından artıq onlara ibadətləri təşviq etmək, öyrətməyi bəyənilən bir haldır, gözəl bir haldır. Hər bir müsəlmanın, hər bir müminin gözəl şəkildə övladlarına bunu aşılaması gözəl bir haldır. Təbii ki, dinimizdə şiddət yoxdur. Sadəcə sevdirməliyik. Onlar körpədirlər, uşaqdırlar. Xüsusən 7 yaşına çatana qədər və 7 yaşından 10 yaşına qədər görürsən, uşaq tam dərk etmir bir çox şeyləri 6-7 yaşlarında. Gözəl olar ki, hikmətlə, gözəl şəkildə, yəni öz sevgisi ilə ona qazandırmaq. Yəni namazı sevsin, orucu sevsin. Bəli, ola bilər ki, övladlarımız o yaşlarında oruç tutsunlar. Ancaq onları zorlamamaq və öz axarına buraxmaq. Və bu gündən onlar öyrənsinlər orucu və orucun mahiyyətini, orucun gözəlliyini bu gündən dərk etsinlər. Onu nəfslərinə artıq gənc yaşlarından öyrəşmiş olsunlar. Gözəl bir haldır. Və ola bilər ki, bəzən günün yarısında oruclarını açsalar belə, yenə də artıq onlar mükəlləf deyirlər ondan. Mükəlləf olmadıqları üçün də nə qədər tutsalar da, elhamdülillah, xeyirdir. Və sonra Allah Resulü buyurur ki, 10 yaşına çatdıqda artıq onlara namazı əmr edin, ibadətləri əmr edin. Çünki bildiyimiz kimi, oğlan uşaqları artıq 10-12 yaşından başlayaraq artıq həddi buluğ yaşları başlayır. Və onlar da böyüklər kimi, bizim kimi mükəlləf olurlar. Ona görə artıq 10-12 yaşlarından onlara ibadətlərdə daha çox onları təşviq etməliyik və əmr etməliyik ki, ibadətləri yerinə gətirsinlər. Çünki artıq mükəlləf olurlar. Və o yaşa qədər isə sadəcə təşviq babından, öyrətmək babından, sevdirmək babından və bəli, gözəl olar ki, onlara da ibadətləri sevdirək. Allahu aləm. Allah razı olsun. Bəli. Tərəvədən işitmişik ki, Ramazan biz bilirik ki, Quran ayıdır. Biz Quran çox oxuyun və tərcüməsinin üstünə fikirləşin. Çünki ərəb dilini bilmir, onlara nə tövsiyə ediyoruz? Qardaşımız soruşur ki, Quran-ı Kərim, bilirik ki, Ramazan ayı, möhtərəm qardaşlar, Quran ayıdır. Ramazan ayında ən çox edəcəyimiz əməl, ibadət, Quranı oxumaq və onu dərk etmək ayıdır. Tədəbbür etmək, düşünmək, Quran-ı Kərimdən nəticələr çıxartmaq ayıdır. Necə ki, Rəbbimiz Quran-ı Kərimdə də buyurur ki, Şəhru Ramazanəl-ləzi unzilə fihil Qur'an. Ramazan o aydır ki, Quran-ı Kərim Ramazan ayında nazil olub. Və bu ayda Quran-ı Kərimi həm oxumalıyıq, həm də onu tədəbbür etməliyik, möhtərəm qardaşlar. Onu düşünməliyik, tədəbbür etməliyik və həmçinin onu tövsiyə etməliyik ailəmizə, övladlarımıza, daha çox oxusunlar, daha çox vaxt ayırsınlar. Və qardaşımızın da sualında hansı ki onu oxuyub tədəbbür etmək haqqında. Bəli, oxumaq gözəldir. Ola bilər ki, insan bütün ayələrə vaxt ayıra bilməsin. Ancaq Quran-ı Kərimi ən azından bir neçə dəfə xətm etməliyik Ramazanda. Ancaq qaldı ki, tədabbür hər gün müəyyən bir dərs götürürsən ki, bir neçə ayəni oxuyub tədəbbür etmək. Ancaq sən bütün ayələri bunu etsən, artıq Quran-ı Kərimi oxumağa vaxt ayıra bilməyəcəksən Ramazanda. Ona görə Quran-ı Kərimi daha çox oxumaq və bildiyimiz kimi hər hərfinə
10 savab var. Və çalışmalıyıq ki, Ramazan ayında ən azı bir neçə dəfə Quran-ı Kərimi xətm edək. Başqa aylardan fərqli olmalıdır Ramazan ayı. Əgər Ramazandan qeyri vaxtlarda da və Ramazan ayında da eyni şəkildə oxuyuruqsa, deməli Ramazan bizə heç nəyi vermədi. Ramazan bizə heç nəyi tövsiyə etmədi. Ramazan bizim yetişməmizdə, yəni onun üzərində çalışa bilmədik. Nəfsimizi hesaba çəkə bilmədik. Ramazan artım ayıdır. Yəni artmalıdır insan. Yəni əvvəlki aylardan fərqli olaraq Ramazanda Quran-ı Kərim də, ibadətlər də, xeyir əməllər də daha çox olmalıdır. Əgər eyni halda davam edirsə, deməli Ramazandan nəticə çıxara bilməmişik. Ramazanı layiqincə dəyərləndirə bilməmişik, möhtərəm qardaşlar. Ona görə Quran-ı Kərimdə səhlənkar olmaq olmaz. Günümüzün çoxunu Quran-ı Kərimə verməliyik. İşdə olarkən, yol gedərkən, maşında olarkən ancaq Quran-ı Kərimə vaxt ayırmalıyıq. Bu ay Quran ayıdır. Və qaldı ki, möhtərəm qardaşlar, qardaşın gətirdiyi kimi düşünmək, tədəbbür etmək üçün də az da olsa vaxt ayırmalıyıq. Çünki insanın imanı Quran-ı Kərimi tədəbbür etdikdə, onu düşündükdə artır. Necə ki, Rəbbimiz ayət kərimələri bizlərə Quran-ı Kərimdə gətirir və bir neçə ayətdən bir bizlərə buyurur ki, əfələ təqilun, əfələ tətəfəkkərun, əfələ tətədəbbarun, əfələ tubsirun. Yəni, görməz misiniz, düşünməz misiniz, fikirləşməz misiniz? Yəni, hamısı bizim üçün bir mesajdır. Rəbbimiz bizlərə buyurur ki, diqqətli olun, düşünün, tədəbbür edin. Və başqa bir ayət kərimədə Rəbbimiz buyurur ki, əfələ yətədəbbarunəl Qur'an əm alə qulubin əqfaluhə. Onlar Quranı tədəbbür etməzlərmi, düşünməzlərmi? Əm alə qulubin əqfaluhə. Yoxsa qəlbləri bağlıdırmı? Ona görə insan Quran-ı Kərimi düşünmək üçün də vaxt ayırmalıdır. Oxuduğu kimi düşünmək üçün də vaxt ayırmalıdır. Bəli. Allah sizdən razı olsun. Namazda şeyə soruşurlar, insan da namaza girib və asar yerini, ya telefon yerini əllə barmaqla işarə edir, batil edir o namazda. Qardaşımız soruşur ki, namazda hansısa bir işarə etmək olarmı? Möhtərəm qardaşlar, bildiyimiz ki, namazda əlavə işarələr qadağandır. İlla ki, zəruri bir hal yaranarsa, zəruri bir hal olarsa, hansı ki, o zəruri hal ki, onu etmək məcburiyyətindəsən və hərəkətləri çoxaltmadan, bəli, onu etmək olar. Yəni, artıq hərəkət etmədən və namaza artıq çox hərəkətlər gətirmədən zərurəti yerinə gətirə bilərsən. Məsəl üçün, Allah qorusun, görürsən, uşaqdır, yıxılmaq istəyir, təhlükədir, əlindən tutub yanına çəkə bilərsən və yaxud da ki, əlinlə müəyyən bir zəruri bir halı işarə edə bilərsən. Yəni, belə bir hallar, telefondur, çalır, həmən onu söndürmək daha onu belə deyərdi ki, lazımdır. Çünki çox insanların namazına xələl gətiririk. Bəzən qardaşlar namaz qutarana kimi çalır, söndürmür. Deyir ki, namazda hərəkət eləmək olmaz düşüncəsini səhv başa düşüb. Bəli, namazda artıq hərəkətlər etmək düzgün deyil. Yəni, zəruri hərəkətlər etmək məcburiyyətindəyik bəzən. Telefon açıq, zəng çalır bütün namazı və sən özünlə yanaşı 10-20 nəfəri, bir çox insanların namazına xələl gətirirsən. O zaman həmən namazda onu söndürmək, əgər yaddan çıxıbsa, onu etmək olar. Bəli. Və həmçinin də insan burnu axır, bəzən olur göz yaşı axır, bəzən belə hallar olur və bu zəruri hallar sayılır. Yəni, bunu etmədikdə insan namazda daha çox fikir yayınır. Daha çox fikir yayınır. Yəni, çünki o əməli bitirməlisən ki, namazı davam edə biləsən. Və namazı da davam etmək üçün insanda tam yerində olmalıdır. Onun fikri, niyyəti, qəlbi, yəni hər bir şey yerində olmalıdır ki, namazı xuşu ilə qıla bilsin. Əks halda fikri yayınır nəyəsə. Bəli. Namazda bəzi qardaşlarımız var ki,
səssiz olan bir şeyləri, məsələn, səssiz təşəkkürdə oturanda səsli oxuyur. Olar bilməzsiniz. Necə yəni? Hə, səsli oxuyurlar. Bəli, bəli. Bir də qardaşımız soruşur ki, bəzən qardaşlarımız olur ki, səssiz namazlarda, deyək ki, yanımızda, ətrafımızda daha yüksək səslə oxuyurlar və insanlara mane olurlar. Yəni ki, namazlarına görürsən xələl gətirir və insan görürsən fikrini toplaya bilmir. Belə hallara diqqət etməliyik. Bəli, baş verir belə hallar ki, görürsən ətrafımızda, yanımızda olan insan təşəhhüdü möhkəmdən oxuyur, Fatihəni daha yüksək səslə oxuyur və beləliklə ətrafında olan insanlara bir növ əziyyət verir. Buna diqqət etməliyik. Və düşünməməliyik ki, mənim namazım kamil olsun, ətrafım necə qılır qılsın. Belə fikirləşmək olmaz. Çünki hər bir insan yanındakını gözləməlidir. Əgər sən yüksək səslə oxuyursansa, deməli qardaşın artıq ona mane olursan, onun fikrini yayındırırsan və beləliklə əks halda günah qazanırsan. Ona görə məsələ də gözəl bir məsələdir ki, diqqətli olmalıyıq. Yəni, hər kəs özü eşidəcək miqdarda oxumalıdır ki, ətrafına mane olmasın və ətrafdakilərin fikrini yayındırmasın. Bəli. İsmail qardaş, bu məsələ ilə bağlı bir dənə fərqa var. Evet. Bütün namazları səsli qılır. Səssiz namazları? Səssiz namazları. Bəli. Təbii ki, o böyük xətadır, qardaş. O böyük xətadır ki, namazı tək qılarkən ola bilər. Müəyyən şəkildə insan səsini qaldıra bilər, az da olsa. Az bir şəkildə, daha çox. Ancaq insanlarla qılarkən hər bir halımıza diqqət eləməliyik. Hətta imam belə, Allah Resulü sallallahu aleyhi və səlləm Muaz radiyallahu anhuya namazı uzatdığı üçün onu bir növ məzəmmət deyir ki, sən ey Muaz düz etmədin. Yəni namazı biraz uzatdığı üçün, cemaat namazını. Çünki orada xəstələr var, yaşlılar var, işi olan var və namaz cemaatla qılınırsa, deməli biz bütün bu məsələləri diqqət eləməliyik. Ətrafımızdakiləri gözləməliyik, onun haqqına girməmək üçün. Yəni, tək qılarkən ola bilər sən namazı uzadarsan, daha uca səslə oxuyarsan, ancaq qaldı ki, cemaatla qılırsan, hətta imam dursan belə gözləməlisən. Həddindən artıq uzun oxumamalısan, həddindən artıq hərəkətləri uzatmamalısan və həmçinin məmunlar, arxada duranlar bir-birlərini gözləməlidirlər ki, bir-birlərin namazlarına xələl gətirməsinlər, fikirlərini yayındırmasınlar. Bunlar hamısı, möhtərəm qardaşlar, çox mühüm bir məsələlərdir. Xırda görünə bilər. Ancaq kiminsə namazına sən xələl gətirirsənsə, sən günah qazanırsan, onun haqqına girmiş olursan. Ona görə diqqətli olmalı bu məsələdə qardaşlar. Bəli. Birinci sualı, namaz qılanda ürəyində qılmaq olur, yoxsa Bəli. Bəli. namaz dəvər var. Bəli. Birinci sualı. Bəli. İkinci sualı. Qardaşımız soruşur ki, namaz qılarkən ağız tərpətmədən namaz qılmaq olarmı? Xeyr, qardaşlar. Yəni, mühümdür ki, tələffüz olunsun. Yəni, namaz qılarkən şərtdir ki, dediyimiz sözləri tələffüz etməliyik. Əgər insan da görürsən, namazın sonuna qədər ağzını tərpətmir. Bu demək, namazı sayılmır bu insanın. Belə namaz olmur. Mütləq tələffüz etməliyik, oxuduğumuz surələri, ayələri ən azından özümüz eşidəcək formada ağzımız tərpənməlidir. Bu mühüm məsələdir və şərtdir hətta namazın məqbul olması üçün. Bəli. İkinci sualdakı, deməli, bir qardaş dünən video göndərdi, elə buradan çəkilmişdi. Bəli. Vitr namazı biz həmişə görmüşük ki, rukudan qalxandan sonra bunu tutur. Bəli. Mən dünən birinci dəfə gördüm ki, bu şeydə qunutdan qunuta getməmiş, yəni ki, rukuya getməmiş qunut tutulur. Yəni, var mı belə bir hədis? Möhtərəm qardaşlar, əsl odur ki, yəni bildiyimiz rükudan sonra olur. Hətta rükudan qabaq olsa belə o xələl gətirmir. Namaza xələl gətirmir. Ancaq bildiyimiz odur ki, yəni rükudan sonra, yəni əsas alimlər bunu üstün götürürlər bu rəyi. Yəni namaz rükudan qabaq olsa belə inşallah ki, namaza xələl gəlmir. Çünki neçə illərdə elə biz o şeylər, yəni heç kimdən görməmişdik. Bəli. Qardaş bizdən qıldırdı və mən soruşum
Bəli, bəzi alimlər onu o formada deyirlər, ancaq üstünlük odur ki, rükudan sonra gəlib. Yəni bildiyimiz formada rükudan sonra qılınması namazı inşallah batil eləmir, bəli, xələl gətirmir. Bəli. Bu cəmaatla namazı qısa oxumağın arasında da söz görürsən qardaşlar, hərdən bəzi imamlar lap ifrata var, təxtə davruzu var. Misal üçün də məğribdə ya da işada ixlas oxuyur, rüküyə gedir. Məsələn, çox qısa oxuyur da. Yəni orta yol yəqin ki, Allah Rəsulü sallallahu əleyhi və səlləm qıldığı kimi yol. Yəni cəmaatla qalanda hansı sürülərə və nə uzunluqda sürülərə üstünlük verir? Qardaşımız gözəl bir məqama toxundu, möhtərəm qardaşlar. Hansı ki, namazlarda, hansı namazlarda, yəni fərz namazlarda daha uzun oxunmalıdır, daha qısa oxunmalıdır. İlk öncə sübh namazından başlayaq. Sübh namazı sünnətinə əks olaraq fərz namazın özü uzun oxunması sünnəyə daha müvafiqdir. Sünnəyə daha müvafiqdir ki, sübh namazı daha uzun qılınsın. Ancaq, möhtərəm qardaşlar, ikinci məsələyə keçməmişdən öncə sübhün sünnəsi hədis gəlib ki, Allah Rəsulü qısa qılardı. Hətta bəzən gəlib rəvayətlərdir ki, sanki odun üzərində oturmuş kimi. Qısa bir zamanda sübhün sünnəsini qılardı. Yəni, bəzən görsən qardaşlar uzadırlar, dua edirlər səcdədə, yox. Sübhün sünnəsi qısa qılınmalıdır. Ancaq fərz namazı isə uzun qılınır. Hətta bəzi hədislərdə gəlib ki, cümə günü səcdəni oxumaq, İnsan surəsini oxumaq, bildiyimiz kimi uzun surələrdir. Uzun surələrdir. Ancaq sübh namazında ümumi olaraq daha geniş, daha uzun oxumaq, o daha əfsəldir. Sonra zöhür namazıdır, əsr namazıdır. Burada da həmçinin orta formada oxumaq. Məğrib namazında qısa oxumaq və işa namazında daha orta şəkildə oxumaq. Təbii ki, möhtərəm qardaşlar, ümumi olaraq diqqət eləməliyik ki, həddi aşmamalıyıq. Yəni, namazda olan insanlara, arxamızda olan insanlara riayət eləməliyik. Yaşlılar var, qocalar var, xəstələr var, işi olanlar var. Yəni, həddi aşmamalıyıq. Nə qısa qılmamalıyıq, nə də həddindən artıq uzun qılmamalıyıq. Çalışmalıyıq ki, orta formada. Yəni, bir sübh namazında demək olar ki, yəni gələn hədislərdə göstərilir ki, sübh namazı uzun olardı. Və bildiyimiz kimi sübh namazın vaxtında çox insanların işi olmur. İnsanlar daha çox vaxt ayıra bilirlər. O baxımdan sübh namazında uzun oxumaq daha əfsəldir. Allahu aləm. Allah sizdən. Bəli. Deməli, təşəhhüdün, yəni bildiyimizə görə təşəhhüd duasını edib qurtarandan sonra, təşəhhüd edib qurtarandan sonra istil ərəb dilində, istil əsasında bir dua eləmək olar. Yəni, bəli. Və orada Quran ayəsində olan dualardan istifadə etmək olar yoxsa, məsələn, Rabbin ayəsində bir dünyasına deyən ki, Quranda olan dualardan istifadə etmək olar yoxsa olmaz? Möhtərəm qardaşlar, təşəhhüddə dua etmək, bəli, varid olub. Sadəcə varid olan, hansı ki, sünnədə gələn duaları ərəbcə edə bilərik. Qaldı ki, öz dilimizdə səcdədə yalnız edə bilərik. Yəni, öz dilimizdə, deyək ki, hər kəs öz dilində təşəhhüddə dua etməsi yox. Elə bir dəlil yoxdur, elə bir əsas yoxdur. Ona görə alimlər buyururlar ki, təşəhhüdün duasında yalnız varid olan, sünnədə gələn duaları ərəb dilində oxuya bilər. Ola bilər, ayət kəlmə də olar. Hansı ki, Rabbənə ətinə, bunlar ayət kəlmələrdir. Olar. Bəli, onları da oxumaq. Bəli, hətta o gəlib onlar. Rabbənə ətinə fid-dünya həsənə. Təşəhhüddən sonra dualarda, bəli, mə'thur dualar deyirlər, hansı ki, varid olan dualar. Qaldı ki, öz dilimizdə yox. Öz dilimizdə ancaq səcdədə edə bilərik. Səcdədə öz dilimizdə, hər hansısa bir dildə dua etməyə icazədir. Allah sizdən də razı olsun. Ayət-ül Kürsünü oxumaq olar mı? Namazda Ayət-ül Kürsünü, yəni fərz namazında, bəli, olar. Ayət-ül Kürsünü oxumaq, o da ayətdir. Bəli. Deməli, namaz otağına girirsən, səssiz olan namazlardan bilmirsən, qardaş sünnət qılır və ya fərz qılır. Bəli. Sən qoşulursan, qardaş da sünnət qılır, amma sən fərz niyyətdən qoşulursan. Bildiyimizə görə sən fərzi qılırsan, o sünnətli qılır. Bəli. Amma məsələn qoşulursan və qardaş
yarım addımlanan sənin arana. Elə bir ki, belə bir deyiliş var ki, yəni işarə edir ki, mən sünnət. Elə bir qayda varmı, yoxsa bu yəni, aralanır ki, mən sünnəti qılıram, sən fərzi qılırsan? Aydındır, bəli. Ümumən möhtərəm qardaşlar, fərzi qılana sünnət qılan calaya bilərmi? Qoşula bilərmi? Həmçinin də sünnət qılana fərz qılan qoşula bilərmi? Bu məsələdə düzdür, alimlərin ixtilafı var, ancaq hər iki halda icazəlidir. Sünnət qılana qoşulub fərz də qıla bilərik. Fərz qılana qoşulub sünnət də qıla bilərik. Hər ikisi də icazəli, çünki hər ikisində dəlili var. Məsələn, Muaz radiyallahu anhu qılardı, sonra gedərdi, qövmünə imam durardı. Qövmünə imam durarkən orada sünnət qılardı, ancaq cəmaat fərz qılardı. Özü sünnət, nafilə namaz qılardı. Çünki fərz namazı bildiyimiz kimi 2 dəfə qılına bilməz. Cəmaatı qılardı burada, imam durardı, sonra gedər qövmünə imam durardı, orada niyyəti nafilə olardı və cəmaatın niyyəti isə fərz olardı. Bu da icazəlidir ki, bir nafilə qılana, sünnət qılana qoşulub fərz qılmaq olar. Orada nafilə qılsa belə inşa namazı. Bəli. Səslə qılmalıdır. Bəli, səslə qılır. Bəli, səslə qılır. Cəmaata uyğun olaraq, bəli. Çox istəyirəm, bu sualın bir tərəfi də oradadır ki, o aralanan var, ondan aralanan. Elə bir qayda varmı, yoxsa bu... Yox, elə bir qayda yoxdur ki, yəni insan onu aralansın ki, mən sünnət qılıram. Düzdür, bəzi məfhumlar var ki, bəzən gətirirlər ki, sünnət qılana qoşulub fərz qılmaq olmaz deyənlər var. Bəlkə ola bilər onu dəlil götürərək uzaqlaşır. Ancaq səhih olan odur ki, hər iki halda da qoşulmaq olar. Fərz qılana da qoşulmaq olar, sünnət qılana da. Bəli. Bir də orada Allah Resulü sallallahu aleyhi və səlləm deyək ki, bir kişi gəlir namaz qılır və buyurur ki, kim qardaşına sədəqə verər. Burada artıq fərzə kim qoşuldu? Sünnət qılan. Əvvəl Muaz radiyallahu anh hədisində isə sünnəti fərzə qoşulurdu. Hər ikisinin də dəlili var. Bəli. Bəli. O uzun yüz olan zikirlər adamımızın qardaşlarımızın başına gedir. Bəli. Sayı itirməmək üçün deyir. Ondan istifadə eləmək. Bəli, qardaşımız soruşur ki, xüsusilə son dönəmlərdə bəli, müəyyən aparatlar çıxıb əldə olur və həmçinin onu özlüyündə sayır, yəni sayım eləyir. Möhtərəm qardaş, bu əslində bir növ bizi zikirdən yayındırır. Bu bizi zikrə bağlamır. Əlimiz işləyir, ancaq qəlbimiz başqa yerdədir. Bu insan özünü aldadır. Və buna əmin ola bilərsiniz ki, bu bizi zikirdən uzaqlaşdırır. Əsl zikir odur ki, dillə gəlib bir yerdə olmalıdır. Baxırsan, çox insan zikr eləyir, söhbət eləyir və fikri başqa yerlərdə, ancaq əl işləyir. Ona görə bizlərə tövsiyə olunur ki, əlimizlə zikr etmək, hansı ki, o qiyamət günü də bizə şəfaatçı olacaq. Əllərimiz, bütün əzalarımız etdiyimiz əməllərin şahidçiliyini edəcək bizə. Hətta yer belə, namaz qıldığımız yer belə bizə şahidlik edəcək. Əlimiz, qolumuz, dilimiz. O zaman qiyamət günü يَوْمَ تَشْهَدُ أَرْجُلُهُمْ hansı ki, bütün əzalarımız bizə şahidçilik edəcək. O baxımdan, yəni gözəldir ki, əllə edəsən. Qaldı ki, bugünkü müasir dövrdə olan müəyyən alətlər, bunlar bizi zikirdən daha da uzaqlaşdırır. Sadəcə zikrin adı olur, ancaq onun mahiyyəti, keyfiyyəti isə itir. Ona görə bu şeylərdən istifadə etmək düzgün deyil. Bir də qardaş buyurdu ki, uzun zikir edən üçün, uzun zikir edən, deyək ki, onu saymağa ehtiyac yoxdur. Ola bilər insan saysız, hesabsız zikir edə bilər. Saysız, hesabsız zikir edə bilər. İstiğfarı məsələn saatlarla edə bilərsən. Bunu saymağa ehtiyac yoxdur. Və həmçinin başqa zikirləri. İnsan ola bilər ki, bütün günü zikir eləsin. Onun saymağa heç bir ehtiyacı yoxdur. Bəzən insan sayır ki, mən bugün 100.000 dəfə elədim. Bunu deməklə insan nə demək istəyir? Zikir Allah üçündür və onun heç bir sayı yoxdur. Sayı nə zaman olur? Hansı ki, sünnədə gələn 100 dəfə səhər zikirləri var, oxunur. 33 dəfə namaz zikirləri var. Sayla olan yalnız bunlardır. Hani qaldı ki, ümumi zikirləri saymağa gərək yoxdur.
İnşallah bununla kifayətlənək. Allah işli faydalanlarını etsin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammed.